Çok ama çok güldüm. Hem de lezzet elədi. Siz de izleyin. Sevmem sevirem dünya kaderi veremem canımı sevmem öteri yüzümün gülüşü senle yaralar sevmiş. Ben hayatım boyu bu kadar pozitif, bu kadar eğlenceli cütlük nadir görmüştüm. Maşallah deyirəm, nəzərlərdən uzaq. Artıq bilmirəm bu cütlüyün bu qədər yıxılmağının səbəbi ya o məkanda yerə düşən su, yaxud yağ ləkəsi idi, ya da nəzər nəfsi idi, bilmirəm, amma hər hadisəyə bu qədər pozitiv yanaşma, İstər mimikaları, istər jestləri o qədər möhtəşəm idi və bir-birlərinə olduqca gözəl yaraşırdı. Mən bu videonu yalan olmasın, bəlkə də 12-15 dəfə ard-arda izləmişəm və son zamanlarda mənə bu qədər əyləncə qatan belə bir video olmamışdı. Allah cütlüyümüzü xoşbəxt eləsin. Hər kimdir bilmirəm. Güldüyümüzə görə üzr istəyirik, amma həqiqətən təbəssüm dolu oldu və çox ümid edirəm ki, bu cütlüyün həyatında ən təhlükəli məqamlar bax bu şəkil rahatlıqla qurtula biləcəyiniz və hər zaman da bir-birinizə baxış açınız, bir-birinizə münasibətiniz elə bu şəkildə də möhtəşəm olsun. Elə bu örnək bu toylarda ay bir-birinə kobudluq eləyən, ay gəlinə tort yedizdirən yerdə gedib anasına yedizdirib sürpriz eləyib, nə bilim, gəlin bəy rəqsini anası ilə eləyən o dayımın məşhur bir ifadəsi ilə deyəcəm sizlərdən üzr istəyərək, bu dəmşalaq hərəkətlər olmadan həqiqətən də belə cütlüklərimizin sayı, hesabı o qədər çox olsun ki, hər baxanda belə üzümüz gülsün.